İlin bütün günlərində oruç tutmaq müstəhəb sayılır. Sadəcə haram və məkruh günlər çıxmaq şərtindən bütün günlər oruç tutmaq müstəhəb sayılır. Sadəcə bəzi günlərdə oruç tutmaq o müstəhəbliyi daha çox təkid olunub. O cümlədən hər ayın, qəmər aylarının birinci və axırıncı cümə axşamı günü, həmçinin hər ayın ikinci 10 günlüyünün birinci çərşənbə günü oruç tutmaq müstəhəb sayılır. Və hər ayın 13-ü, 14-ü və 15-ci günü, yəni bu da qəmər ayındandır. Qəmər ayının 13-cü, 14-cü, 15-ci günləri bu günlərə əyyamul bəyz deyilir. Həmin günlər oruç tutmaq müstəhəb sayılır. Rəcəb və Şaban ayının bütün günləri oruç tutmaq müstəhəbdir. Hətta bütün ayda tutmaq olar və yaxud da ki, ən azı bəzi günlərini, hətta bir neçə gün olsa belə oruç tutmaq təkid olunub. Və Həzrət Peyğəmbər Salavatullahın Mövludu günü, yəni 17 Rəbül Əvvəl günü də oruç tutmaq müstəhəb sayılır. Bəli, başqa günlərdə də yenə müstəhəb oruc günlər tutmaq, yəni biraz qabaqçı qeyd olundu, daha çox müstəhəbliyi var. Məsələn, onlardan biri Məbəs günüdür. Məbəs günü, yəni Rəcəb ayının 27-sidir, Peyğəmbərimizin Peyğəmbərliyə seçilən günüdür. Bu günü də oruç tutmağın xeyli savabı var. Qədirxum günüdür. Qədirxum günündə Zilhiccənin 18-idir. Bu gündə xeyli savabı var. Və Dəhvül Ərd 25 Zilqədə ki var. Həmin gündə oruç tutmaq xeyli müstəhəb sayılır.